Salam əziz qoçlar, gəlin 6-12 iyul tarixlərini əhatə edən bu xüsusi həftədə ulduzların sizin üçün hazırladığı bələdçiliyə birlikdə nəzər salaq və həyatınızın ritmini tutaq. Bazar ertəsi, yəni iyul ayının 6-sı səhəri gözlərinizi açdığınız andan etibarən daxili dünyanızda böyük bir oyanış, fərqli bir dinamika və böyük bir hərəkətlilik hiss edəcəksiniz. Yay fəslinin bu isti və enerjili günləri sizin odu təbiətinizlə tam bir harmoniya təşkil edir və sanki kainat sizə irəli qaçmaq, yeni zirvələri fəth etmək üçün əlavə bir təkan verir. Həftənin ilk günündə iş yerində, təhsil mühitində və ya sadəcə gündəlik planlarınızda liderlik keyfiyyətlərinizi nümayiş etdirmək üçün qarşınıza çoxsaylı imkanlar çıxa bilər. Ətrafınızdakı insanların sizin rəyinizə, enerjinizə və qətiyyətli qərar qəbul etmə qabiliyyətinizə hər zamankından daha çox ehtiyacı olacaq. Lakin burada diqqət yetirməli olduğunuz ən vacib məqam daxili səbirsizliyinizi cilovlamaqdır. Qoç bürcünün ən böyük çətinliklərindən biri hər şeyin dərhal, heç bir gecikmə olmadan baş verməsini istəməsidir. Lakin bu bazar ertəsi hadisələri biraz axarına buraxmaq, ətrafınızdakı insanların işləmə tempinə hörmət etmək sizə daha böyük uğurlar və hörmət qazandıracaq. Ünsiyyət zamanı səsinizi və tonunuzu tənzimləməli, əməkdaşlıq etdiyiniz şəxslərlə ortaq məxrəcə gəlməyə çalışmalısınız. Aqressiyadan və lazımsız mübahisələrdən uzaq duraraq enerjinizi tamamilə yaradıcı və məhsuldar işlərə yönəltmək günün sonunda özünüzü qalib kimi hiss etməyinizə şərait yaradacaq. Gəzintiyə çıxmaq, qısa idman hərəkətləri etmək və gün ərzində bol su içmək də fiziki bədəninizin bu yüksək enerjiyə tab gətirməsinə kömək edəcək. Çərşənbə axşamına, yəni iyulun 7-nə keçid etdiyimiz an, maliyyə məsələləri, şəxsi büdcəniz və cibinizdəki pulların idarə olunması mövzusu gündəminizin mərkəzinə yerləşir. Ola bilər ki, uzun müddətdir planlaşdırdığınız, lakin müəyyən səbəblərdən təxirə saldığınız bir alış-veriş bugün yenidən aktuallaşsın. Pul qazanmaq, yeni gəlir mənbələri tapmaq və ya mövcud işinizdə maddi şərtlərin yaxşılaşdırılması barədə rəhbərliklə danışmaq istəyi daxilinizdə baş qaldıra bilər. Ulduzlar sizə məsləhət görür ki, bugün emosional qərarlarla plansız xərcləmələr etməkdən qaçasınız, çünki anlıq həvəslərlə alınan əşyalar sonradan büdcənizdə kiçik deşiklər aça bilər. Eyni zamanda, karyeranızda atacağınız addımların maddi qarşılığını düzgün hesablamaq, gələcək investisiyalarınız barədə dərindən düşünmək üçün əla zamandır. Əgər kiməsə borc vermək və ya borc almaq fikriniz varsa, bugün bir daha düşünün və sənədləşmə işlərində diqqətli olun. Öz dəyərinizi dərk etmək və əməyinizin qarşılığını tam almaq üçün daxili bir güc tapacaqsınız ki, bu da sizə işgüzar danışıqlarda böyük üstünlük qazandıracaq. İş mühitində bacarıqlarınızı nümayiş etdirməkdən çəkinməyin, çünki bugün diqqət mərkəzində olmaq sizin maddi rifahınıza birbaşa müsbət təsir göstərə bilər. Həftənin ortası, yəni 8 iyul çərşənbə günü gəlib çatdıqda, daxili dünyanıza, ailənizə, yaxınlarınıza və evinizə yönəlmək ehtiyacı hiss edəcəksiniz. Qoç bürcü hər nə qədər çöldə, mübarizə meydanında, sosial platformalarda olmağı sevsə də, bugün ruhunuz sizdən biraz sakitlik və təhlükəsizlik tələb edəcək. Evinizdə rahatlıq yaratmaq, bəlkə kiçik bir təmizlik və ya dekorasiya dəyişikliyi etmək sizə inanılmaz dərəcədə yaxşı təsir bağışlaya bilər. Valideynlərinizlə, bacı-qardaşlarınızla və ya həyat yoldaşınızla keçirəcəyiniz səmimi bir şam yeməyi, köhnə xatirələri yad etmək aranızdakı bağları daha da möhkəmləndirəcək. Bugün emosional tərəfiniz biraz həssas ola bilər, keçmişdə baş vermiş hadisələr və ya yarımçıq qalmış incikliklər yenidən ağlınıza gələ bilər. Lakin bu xatirələrin sizi kədərləndirməsinə icazə vermək əvəzinə, onlardan dərs çıxararaq gələcəyə daha güclü addımlarla irəliləməyi seçməlisiniz. Həmçinin evinizlə bağlı hər hansı bir daşınmaz əmlak məsələsi, təmir və ya kirayə mövzuları varsa, bugün bu işlərin hüquqi və praktiki tərəflərini araşdırmaq üçün çox əlverişli bir gündür. Ruhunuzu dincəltmək üçün meditasiya etmək, kitab oxumaq və ya sadəcə sakit bir musiqi dinləmək bugünün gərginliyini üzərinizdən tamamilə götürəcək. İyulun 9-u, cümə axşamı günü ünsiyyət kanallarınızın son dərəcə aktivləşdiyi, eşq və münasibətlər həyatınızda yeni və həyəcanlı bir səhifənin açıla biləcəyi bir gündür. Əgər subaysınızsa, bugün qarşınıza çıxacaq yeni bir insan, bəlkə də sosial şəbəkələrdə, yaxud dost mühitində tanış olacağınız kəs ürəyinizi sürətlə döyündürə bilər. Sizin təbii xarizmanız, cəlbediciliyiniz və danışıq qabiliyyətiniz ətrafınızdakı hər kəsin diqqətini çəkəcək. Münasibəti olan qoçlar üçün isə bugün tərəfdaşları ilə birlikdə romantik planlar qurmaq, gələcəyə dair ortaq xəyalları müzakirə etmək üçün mükəmməl bir zamandır.
hisslərinizi, sevdiyiniz insana qarşı olan duyğularınızı çəkinmədən, dürüst və açıq şəkildə ifadə etməkdən qorxmayın, çünki qoçların səmimiyyəti hər zaman qarşı tərəfdə böyük bir güvən hissi yaradır. Lakin egonuzun və mənəm-mənəmlik duyğunuzun münasibətlərə kölgə salmasına imkan verməyin, qarşı tərəfin də fikirlərini dinləmək, onun hisslərinə empatiya ilə yanaşmaq aranızdakı sevgini daha da ucaldacaq. İncəsənətlə məşğul olmaq, yaradıcı ideyalar irəli sürmək və ya hər hansı bir intellektual müzakirədə iştirak etmək bugün sizə böyük zövq verəcək və zehni potensialınızı maksimum dərəcədə ortaya qoymağa kömək edəcək. Cümə günü, yəni 10 iyul tarixində iş həftəsinin yorğunluğu yavaş-yavaş özünü büruzə versə də, sizin daxili motivasiyanız və işgüzar enerjiniz hələ də kifayət qədər yüksək səviyyədə qalmaqda davam edir. Bugün xüsusilə yaradıcı layihələr, dizayn işləri, təqdimatlar və ya hər hansı bir problemi fərqli yollarla həll etmək baxımından çox məhsuldar keçə bilər. Rutin, darıxdırıcı və bir-birini təkrar edən işlərdən qaçmaq, özünüzü azad şəkildə ifadə edə biləcəyiniz sahələrə yönəlmək istəyəcəksiniz. İş yerində rəhbərliyin və ya həmkarlarınızın diqqətini çəkəcək orijinal təkliflərlə çıxış edə bilərsiniz ki, bu da gələcək karyeranız üçün böyük qapılar aça bilər. Eyni zamanda, uşaqları olan qoçlar üçün bugün onlarla vaxt keçirmək, onların problemləri ilə maraqlanmaq və ya birlikdə əyləncəli oyunlar oynamaq üçün əla fürsətdir. Cümə axşamı başlayan o romantik ab-hava bugün də davam edir, ona görə də axşam saatlarını sevdiyiniz insanla gözəl bir məkanda keçirmək, iş stresini tamamilə unudaraq həyatın dadını çıxarmaq üçün planlar qura bilərsiniz. Unutmayın ki, həyat təkcə işdən və öhdəliklərdən ibarət deyil, özünüzü mükafatlandırmaq və ruhunuzu şənləndirmək sizin də ən təbii haqqınızdır. Şənbə günü, yəni iyulun 11-i gəldikdə sosiallaşma, dostlarla görüşmək və geniş insan kütlələri ilə ünsiyyətdə olmaq üçün ideal bir atmosfer vəd edir. Uzun müddətdir görmədiyiniz köhnə dostlarınızdan gələn gözlənilməz bir zəng və ya görüş təklifi gününüzə tamamilə fərqli bir rəng qata bilər. Bugün fərqli qruplara daxil olmaq, yeni insanlarla tanış olaraq network şəbəkənizi genişləndirmək üçün ulduzlar sizi dəstəkləyir. İnsanlarla ideya mübadiləsi aparmaq, gələcəyə dair sosial layihələr haqqında danışmaq sizə böyük ilham verəcək. Ola bilsin ki, daxil olduğunuz hər hansı bir cəmiyyətdə və ya dost məclisində diqqət mərkəzinə çevriləsiniz və sizin məsləhətləriniz kiməsə doğru yolu tapmaqda kömək etsin. Lakin çoxlu insanın olduğu mühitlərdə dedikodulardan və başqalarının şəxsi həyatını müzakirə etməkdən uzaq durmağınız məsləhətdir, çünki fərqində olmadan xoşagəlməz vəziyyətlərə sürüklənə bilərsiniz. Şənbə gününün enerjisi həm də gələcək arzularınızı, məqsədlərinizi vizuallaşdırmaq və onlara çatmaq üçün hansı yollardan istifadə edəcəyinizi planlaşdırmaq üçün də çox uyğundur. Daxili inamınız o qədər güclü olacaq ki, qarşınıza qoyduğunuz hər bir hədəfə mütləq çatacağınıza bir daha əmin olacaqsınız. Və nəhayət, bazar günü, yəni 12 iyul tarixində həftənin yekunlaşdığı bu son gün dincəlmək, ruhunuzu qidalandırmaq, daxili səssizliyi tapmaq və qarşıdan gələn yeni həftəyə enerji toplamaq üçün sizə geniş imkanlar tanıyır. Bugünü ağır fiziki işlərlə və ya gərgin zehni fəaliyyətlərlə yükləməməyə çalışın, çünki bədəninizin və ağlınızın tam mənada yenilənməyə ehtiyacı var. Təbiət qoynuna çıxmaq, təmiz havada gəzmək, ağacların, dənizin və ya dağların enerjisini hiss etmək Qoç bürcünün o çılğın odunu sakitləşdirəcək və sizə daxili bir hüzur bəxş edəcək. Keçən 6 gün ərzində baş verən hadisələri, qazandığınız uğurları və qarşılaşdığınız çətinlikləri sakit bir başla analiz etmək, harada səhv etdiyinizi və ya harada daha yaxşı ola biləcəyinizi anlamaq üçün bu bazar günü mükəmməl bir zamandır. Özünüzə vaxt ayırın, sevdiyiniz yeməkləri bişirin, bəlkə sadəcə evdə qalıb heç bir şey etmədən uzanaraq dincəlin. Həyatın bu sakit ritmi sizə növbəti həftə yenidən böyük bir güclə meydanlara atılmaq üçün lazım olan daxili ehtiyatı təmin edəcək. Şükranlıq duyğusuna fokuslanmaq, sahib olduğunuz gözəlliklərə görə kainata təşəkkür etmək ruhunuzun vibrasiyasını yüksəldəcək və həyatınıza daha çox müsbət hadisələrin cəlb olunmasına kömək edəcək. Ümumilikdə bu 6-12 iyul həftəsi sizin üçün həm maddi, həm mənəvi, həm də sosial baxımdan çox balanslı və doldurucu bir dövr olacaq. Hər bir günün özünə məxsus dərsi və gözəlliyi var. Əsas odur ki, siz daxili müvazinətinizi qoruyub saxlaya biləsiniz. Qoç bürcünün cəsarəti və enerjisi bu yay günlərində sizin ən böyük silahınızdır. Lakin bu silaha biraz da səbir və empatiya əlavə etsəniz, bu həftəni həyatınızın ən yadda qalan və uğurlu həftələrindən birinə çevirə bilərsiniz. Özünüzə inanın, ulduzların axınına güvənin və hər addımınızda daxili işığınızın sizə yol göstərməsinə icazə verin.
Həftəniz uğurlu, enerjiniz bol və hər anınız sevgi dolu keçsin. Növbəti ulduz bələdçiliyində görüşmək ümidi ilə.